Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeron rayonu Novxanı qəsəbəsində şəxsiyyəti hələ dəqiqləşdirilməyən gənc oğlan bıçaqlanaraq öldürülüb. Xəbər verilir ki, hadisə Novxanı bağlarının atçılıq kimi tanınma sayəsində qeydə alınıb. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməliyyatı örtməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Məmməd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, ad-soyad şərtlidir. Yevlaxda avtomobil 7 yaşlı oğlanı vurub. Xəbər verilir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Mustafa Vicay Vilayim oğlu idarə etdiyi Toyota Corolla markalı avtomobillə 7 yaşlı Rəsulov Misirxan Murad oğlunu vurub. Nəticədə az yaşlı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi açılıb. Məlumata görə mərhum az yaşlı orta məktəbin ibtidai sinifində təhsil alınmış.